Bismillah, elhamdülillah. Salatu vesselamu ala Rasulillah. Allah'a hamd olsun. 10. Peyğəmbəri Muhammed sallallahu aleyhi ve sellem Allah'ın salamı olsun, salavatı olsun. Onun yolunu düzgün şəkildə tutub gedənlərə Allah'ın salamı olsun. Hamımıza Allah'ın salamı ilə salamlayıram. Esselamu aleykum ve rahmetullahi ve berekatuh. Xeyr qardaşım, Allah Taala mübarəkləsin. Allah Taala hər iki tərəfə çoxlu xeyir, bərəkət versin. Nə kimi xeyirlər var, Allah Taala bu aliyə versin. Nə kimi şərrlər var, Allah Taala uzaq eləsin, Allah qorusun. Və elhamdülillah, böyük qardaşlarımız həm elmdə, həm hörmətdə, elhamdülillah, gözəl nəsihət edilər. Bunların yanında, qardaşlarımızın yanında danışmaq bizə düşməz, lakin elhamdülillah, qısa, çox qısa. Allah Taala'nın üzərimizə olan neymətləri çoxdur. Və evlilik, o da bu neymətlərdəndir. Mömin çalışmalıdır ki, evdə, ailə həyatında nə qədər ki, Allaha bağlılıq, Muhammed sallallahu aleyhi ve sellemə bağlılıq olacaqsa, ailədə xeyir, bərəkət, huzur, sakitçilik, xoşbəxt, səadət içərisində dolu bir həyat davam edəcək. Yox. Əgər bu şeylərə sadəcə dinləyib keçmək, qulaq asıb keçmək, təsirlənib keçmək və s. riayət olunmasa, o zaman görəcəksən ki, ailələrdə söz-söhbət var. Görürsən ki, mehribançılıq olmur. Çox evlilik baş verir. Qısa bir müddət sonra görürsən ki, Allah qorusun, ailə dağılır. Ona görə sələflərdən biri qadın tabeinlərin zamanında öz qızın ərə verir. Umamə İbni Hərisə radiyallahu anhə qızın ərə verəndə yola salmamışdan qabaq qızın çağırır, otuzdurur, deyir ki, ey qızım, sənə 10 dənə tövsiyə eləyəcəm. Əgər bu tövsiyələrə qulaq assın, bunlara riayət eləsin, ailə davam edəcək ta ki 200-dən biri ölənə qədər, yəni sona qədər. Amma fikir ver, indi Allah qorusun, nə qədər söz-sözdür, nə qədər boşanmalar. Vallahi bu qardaşlar arasında baş verəndə adam utanır. Çünki Allah Taala'nın sevmədiyi bir əməldir. Şeytanın ən çox sevdiyi, hətta rəvayətlərdə gəlir ki, şeytanın suyun üzərində özü üçün taxt qurur və çağırır işçilərin, nökərlərin kim nə iş görüb. Biri gəlir ki, mən azdırdım filan kəsi. Axırda biri gəlir, deyir ki, bir dənə ailəni dağırdmışam. Ona deyir ki, keç yuxarı başa. Ən böyük işi sən görmüsən. Baxmayaraq ki, halaldır, icazəlidir, amma Allah Taala sevmir o əməli. Muhammed sallallahu aleyhi ve sellem sevmir. Ariflər, salihlər, sələflər sevmir. Çünki ailə dağılmaqla qohumluq bağları itir gedir, qardaşlar arasında parçalanma gedir. Görürsən ki, kin, küdurət, illərlə küsürlülər gedir. O, sevilməyən bir əməldir. Və qadın öz qızına tövsiyə edir. Deyir ki, ey qızım, ən birinci qane ol və ərvə itaət ilə. Və itaət qadının ən böyük zinətidir. Allah Teala buyurur, salih qadınlardan danışanda deyir ki, onlar itaətkardırlar. Həmçinin Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, qadın əgər 5 vaxt namazını qılarsa, iffətin, namusun, qiriyyətin qoruyarsa, həmçinin ərinə itaət edərsə, Allah Taala ona deyər ki, cənnətin hansı qapısından içəri girirsən ki? Çox sadə. Və həmçinin qane olmaq. Qadın əgər qane olmayacaqsa, daim gözü onun ailəsində olacaqsa, o getdi, biz də girək. Nə bilim, filan kəsin yoldaşı, filan dükana getdi, gedək biz də oradan alverilək. Qane olmur, ancaq gözü axtarır. Allah qorusun, o gezməyəcək o ailə. Qane olmaq salih qadının sifətlərindəndir. Olmasa daim narazılıq olur və ailə dağılır, Allah qorusun. Sonra ikinci, deyir ki, ey qızım, daim əri dinlə, o danışanda dinlə və ona hörmət qoy. Ər danışanda qulaq asmamaq, bu hörmətsizliyin itaətidir. Allah Teala buyurur ki, söz deyildikcə ona qulaq asın. Həmçinin kişi evdə hörmət görməyəndə öz qadından, onun qəlbi öz ailəsinə qarşı soyuyur.
və kişinin də, necə sələflər deyirlər, qəlbinin açarı hörmətdədir. Görürsən ki, kişi də çöldən yorğun gəlir. Bəlkə də çöldə kimlənsə nəsə bir sözü olub, söhbəti olub. İçəri girən kimi qadın dərhal başlayır öz dərdindən, sərindən, bezdirir. O qədər danışır ki, kişi axırda görsən qəzəblənir, nə bilim əsəbləşir və s. da söz söhbət düşür. Qadın gərək həssas olsun, bu şeyləri hiss eləsin kişinin sifətindən. Və həmçinin üçüncü deyir ki, ey qızım, öz görünüşünə, gözəlliyinə diqqət elə. Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, sizin ən xeyiriniz ailəsinə, ən xeyirli olandır və mən də ailəmlə gözəl rəftarlayıram, Muhammed sallallahu aleyhi ve sellem deyir. Və həmçinin qadın öz gözəlliyinə fikir verməlidir, diqqətli olmalıdır bu məsələdə ki, əri hər dəfə ona baxanda istəyir ki, gözü sevinsin. Hər tərəfli. Görürsən ki, qadın da çölə çıxanda harasa, qohuma əqrəbiyazada harasa gedəndə saatlarla güzgün qabağında bəzənir. Halbuki bu əksin olmalıdır. Əriyi gözləyirsən, gözləməlisən, o gələndə sən bəzənməlisən, ona gözəl görünməkdən ötürü. Çölə çıxanda yox. Bu da diqqət olunması məsələlərdən. Sonra deyir ki, ey qızım, çalış səndən həmişə gözəl ətir iyi gəlsin. Və bundan da daha incə qardaşlar, öz qızına deyir ki, çalış ağzından gözəl qoxu gəlsin daima. Nə qədər sirri boşanmalar var ki, hər iki tərəf bunu açıq aydın hesabda deyə bilmirlər. Səbəb ağız qoxusu. Həm kişidən, həm də qadından. Neçə illər keçir, görsən qadın evdə danışır ki, kişidən özünə diqqətləmir falan. Və yaxud da kişi haradasa deyir ki, qadındır. Ətir iyi vurmur, nə bilim, ağız qoxusu və s. Onlar hamısı diqqət olması məsələlərdir. Və həmçinin sonra deyir ki, ey qızım, yeməyin vaxtına diqqət elə. Yeməyin vaxtına. Çünki mədə boş olanda insanda agresiya olur, əsəb olur. Sonra deyir ki, nə olur, sənə hər dəfə gəldi əsəbləşirsən. Kişi yorğun gəlib də evdən, sən onu yeməyin vaxtında qoy qabağına. Görürsən ki, telefon, sosial şəbəkələr bəzən qadınların başını qarışdırır, o qədər qarışdırır ki, ərə xidmətdən qırağa qarırlar. Bu mühüm məsələlərdəndir. Sonra deyir ki, o yatanda, ey qızım, o yatanda çalış, sakitlik olsun evdə. Sakitliyi saxla, o rahat istirahət eləsin, dincəlsin, çünki yorğundur. Həmçinin, ey qızım, ərin, malın qoru. Allah Teala buyurur ki, onlar ərləri olmayan zamanı ərlərin, malların və namusların qoruyalar. Allah Teala tərifləyir. İsraf edən qadın evin bərəkətini aparır. Evin ruhsunu aparır. Qoruyan qadın isə evə daim bərəkət gətirir. Elə qadın var ki, görsən evdə bir oğuz ət sümükdən elə qonaqları yola salır ki, elə gözəl bir dənə süfrə hazırlayır ki, gəl görəsən. Elə qadın var ki, 10 kilo ət verirsən, 3 nəfər adamı yola sala bilir. Ona görə bu diqqət. Kişinin qayğısı, sevgisi artır, evdə ailə bağları möhkəmlənir bu səbəblərlə. Həmçinin 8-incisi deyir ki, ey qızım, çalış ərin ailəsinə, onun qohumlarına diqqət elə. Onlara qarşı qəlbində hörmət olsun, həmişə hörmət elə. Onun anasına, atasına hörmət elə. O elə bir sevgidir ki, ərin öz qadınına olan sevgisi, o qadının onun anasına, atasına, onun ailə üzvlərinə olan diqqətindən keçir. Ola bilsin səhisinə deməyəcək. Amma anasına, atasına hörmətləmirsənsə, vallahi gözündən düşəcəksən. Ged-gedə onun sənə olan sevgisi azalacaq. Sonra deyir ki, ey qızım, çalış, ərin, sirrin qoru. Bu, ən təhlükəli məsələlərdən biridir. Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, qiyamət günü ən pis insan həyat yoldaşı ilə olan şeyləri sonra gedib danışan qadındır. Ən pis, şərri qadındır o. Sonra deyir ki, ey qızım, ərin halına uyğun davran. Baxcınan, əgər o kədərlidirsə, sən də kədərli. Danışmaq istəmirsə, danışma. İmam Əhməddən soruşurlar ki, imam, neçə ildir evlisiniz? Nə yaxşısınız? Heç bir dəfə də eşitməmişik ki, söz söhbət. Deyir ki, biz evlənəndə çağırdım, oturduq. Dedim ki, haçan hiss elədim ki, qəzəbliyəm, haçan hiss elədim ki, danışmaq istəmirəm. Bırax, qoy sakitləşir. Və mən də hiss eləsəm ki, sən də o da qadında, ola bilər, o da nəyəsə qəzəblənir, bəsələşir. Və bir-birimizi bu cür yola verir. Əlhəmdülillah, ailə də gözəl, davamiyyətlidir. Və bunlar səbəblərdir, qardaşlar, bunların hamısı
dindir, şəriətdir, gözəllikdir, incə məsələlərdir. Gərək diqqətdə saxlayaq. Elhamdülillah. Vallahi qız ərə verirsən, qoy qabağa, utanma. Bəzən atalar elə fikirləşir ki, elə ana danışmalıdır qızı ilə. Yox, danış ki, danış bu məsələləri bir izah elə. Ola bilsin qadındır, ananın gözündən qaçır, diqqətləmir bu məsələlərə. Sonra bir müddət keçir, görürsən ki, davadır, qırğındır, nə bilim, Allah qorusun. Belə. Allahdan istəyirəm, Allah təala Xəyal qardaşımın evlərini xoşbəxt eləsin, hər iki tərəfə Allah təala xeyir versin, Allah mübarək eləsin. Və sallallahu və səlləm alə nəbiyyina Muhammed və alə alihi və səhbihi əcməin. İnşallah Toğrul qardaşım buradadır, mənlə böyük qardaşım da haqqını halal etsin. İnşallah söz verirəm ona. Bismillah.